Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Sizləri Azedu podkastından salamlayırıq. Təhsilin gündəm mövzularını Azedu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri ilə bir yerdə müzakirə edəcəyik. Elmin bəy, xoş gəlmisiniz. Xoş gördük. Düşünürəm ki, bu gün bizim çox və həddindən artıq çox maraqlı bir müzakirəmiz olacaqdır. Elmin bəy, bildiyiniz kimi dünən Dövlət İmtahan Mərkəzi 1 və 4-cü ixtisas qruplarının nəticələrini elan etdi. Elə bu səbəbdən istərdik ki, siz 1 və 4-cü ixtisas qrupları üzrə ümumi proqnozunuzu bildirəsiniz. Çox doğru dediniz. Ümumiyyətlə dünəndən bu yana ən çox verilən suallar, istəyir media tərəfindən, istəyir abituriyentlər tərəfindən bu aqibət məsələsindən bağlı suallardır. Necə olacaq? Birinci, ikinci, üçüncü, dördüncü qruplarda aqibət necə olacaq? Hansı çətin, hansı rahat olacaq? Elə mən uzatmadan həmən keçim konkret cavablara. Dünənləri birinci və dördüncü ixtisas qruplarının birinci cəhd imtahanı üzrə nəticələr açıqlandı, bəli. Qarşıda ikinci cəhd var, 12 iyul tarixində olacaq bu və indidən hər birisinə uğur arzu edirik və kaş hər birisi ikinci cəhdini qeyd edən keçərdilər. Keçək birinci qrupa. Birinci ixtisas qrupundan bağlı fikirlər bəzi mütəxəssislər tərəfindən ziddiyyətli idi. Amma mən düşünürəm ki, burada ziddiyyətə çox da ehtiyac yoxdur. Çox dolaşığa getməyə də gərək qalmır. İki alt qrup var, RK, yəni Riyaziyyat Kimya və RE, Riyaziyyat İnformatika alt qrupu. Bu illəri birinci ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı ötən ilkindən artıqdır. Bu hər il belə olur. Birinci ixtisas qrupuna hər il maraq əvvəlki ili qabaqlayır. Amma bu fərq o qədər də böyük deyil. Yəni, ikinci ixtisas qrupu ilə müqayisədə bir xeyli azdır. Yəni, bu statistika açıq deyim ki, o qədər də böyük çətinlik yaratmayacaq. Və nəticədə, RK alt qrupu üzrə imtahan verən birinci qrup abituriyentlərini hətta mən indidən təbrik edə bilərəm. Tam səmimi deyirəm. Təbii ki, hər kəsi yox. İndi blok imtahanından, bəli, blok imtahanlarında 100 ballıq həddi keçiblərsə, ümumi ortalama balları 300-ün üzərindədirlərsə, lap 280-in üzərindədirlərsə, onların artıq bir çox universitetlərin, bir çox ixtisaslarına daxil olmaq şansı olacaqdır. Təbii ki, biz bir məsələdə elə tələsməməliyik. Bu plan yerləri məsələsidir. Bilirik ki, plan yerləri avqustun əvvəli abituriyent jurnalının 4-cü sayında bilinən məsələlərdir. Bütün prosesləri qabaqlamırıq. Amma proqnoz da odur ki, sən proses başlamamışdan qabaq onunla bağlı öz məntiqi mühakiməvi yürüdəsən. Dediyim kimi, RK alt qrupunda bu illəri vəziyyət stabil olacaq. Hətta ola bilsin ki, ötən illə müqayisədə müəyyən yumuşalma da oldu. Söhbət RK-dan gedir. Gəldik RE-yə. Çox təəssüf olsun ki, mən RE, yəni Riyaziyyat İnformatika alt qrupundan bağlı eyni fikirdə ola bilməyəcəm. Bundan tamamilə əmin ola bilərsiniz. Ümumiyyətlə, RE alt qrupu üzrə nəticələr, burada ixtisas seçimi zamanı mürəkkəbliyin artması ildən ilə artan xətt üzrə gedə bilər. Tam səmimi deyirəm. Çünki maraq daha da artır. Əmək bazarının tələbi həmin ixtisaslara görə, yəni IT yönümlü ixtisaslara görə daha da artır. Gənclər özü də maraq göstərir. Süni intellekt dövrünün Z nəslinin gəncləridirlər. Onları təbii ki, bu maraqdan sapındırmaq olmaz. Gəlirlər və bu artım, kəmiyyət artımı da sonradan bəzi çətinliklər gətirib çıxarır. Və bu illəri biz RE alt qrupu üzrə ixtisasların keçid balının müəyyən dərəcədə, yenə çox yüksək səviyyədə olacağını demirəm, heç bunu demərəm də. Amma müəyyən qədər bu ixtisaslarda keçid balının artacağını gözləyirik. Keçək ikinci qrupa. İkinci qrupla bağlı vəziyyət həqiqətən ciddidir. Mən ümumiyyətlə negativ danışmağı, valideynləri, abituriyentləri narahat edəcək modda danışmağı sevmirəm. Amma reallığı demək borcumuzdur. Əzizlərim, biz bir-birimizi alda bilmərik. İkinci qrupdakı durum bu illəri qəliz olacaq. Özdə bütün parametrlər üzrə, həm aşağı ballı göstəricilər üzrə, həm orta, həm də yuxarı ballı göstəricilər üzrə. Ən ciddi rəqabət isə mən sizə deyərdim ki, Məltəm xanım bu il ikinci qrupda olacaq. 150 ballıq ixtisaslar deyilən 4 ixtisas. Biznesin idarə edilməsi, marketinq, turizm işinin təşkili və turizm bələdçiliyi. Niyə görə? Blok imtahanının birinci mərhələsində ikinci ixtisas qrupu üzrə imtahan verənlərin bir çoxusu 100 balı keçməyib. Və bu statistika ötənki statistikanı qabaqlayır. Doğrudur. Qarşıda hələ 5 iyul ikinci cəhd imtahanı var. Mən çox arzu edərdim ki, bu statistika dəyişsin. Amma reallıq onu göstərir ki, ikinci cəhd çox nadir hallarda birinci cəhdi kompensasiya edə bilir. Amma ta ki, bu il düzəlsin. İkinci ixtisas qrupuna imtahan verən abituriyentlər kodlaşdırma zamanı, ixtisas seçimi zamanı çox diqqətli olmalıdırlar. Arxayınlıq olmaz. İkinci qrup bizim abituriyentləri həmişə arxayınlığı öyrədib. Təsəvvür edin ki, 200-dən bir qədər çox, 206, 210 bal yığan ikinci qrup abituriyenti artıq özünü tələbə hesab edirdi. Bu illəri, əzizlərim, belə ola bilməz.
olmayacaq müəyyən qədər. Yenə çox qorxutmaq istəmirik, narahat etmək istəmirik, amma ən pis halda onu deyim ki, ötəninki kimi asanlıq olmayacaq. Birinci bu illəri 3-cü qrupa, üzr istəyirəm, 2-ci qrupa imtahan verənlər, yəni qeydiyyatdan keçənlərin sayı ötəninki ilə müqayisədə az qala 3000 abituriyent çoxdur. Bu elə belə rəqəm deyil. Keçdik 3-cü qrupa. 3-cü qrupla bağlı bəli, mənim fikrim konkretdir və daha pozitivdir. Ötən günlərdə Dövlət İmtahan Mərkəzi İdarə Heyətinin sədri, daha doğrusu Direktorlar Şurasının sədri Məlikə xanım Abbaszadə də media nümayəndələrinin açıqlamasını bildirmişdi ki, 2-ci ixtisas qrupunda bu illəri vəziyyətin mürəkkəbliyinin əsas səbəblərindən biri nədir? Ötən illərdə 3-cü ixtisas qrupunda zəif nəticə göstərib, öz şanslarını daha artırmaq üçün 2-ci ixtisas qrupuna gələnlərin say göstəricisi. Bu elə belə rəqəm deyil. Bu 1-2 abituriyent deyil. Bu sizə deyim ki, Məltəm xanım, yüzlərlə abituriyentdir. Və bu yüzlərlə abituriyent böyük bir, necə deyim ki, rəqabət mühiti yaratdılar. Və rəqabət mühitinin nəticəsində də 2-dən vəziyyət qəlizləşdi. 3-də isə vəziyyət, xüsusən də DT alt qrupunda bu illəri daha yumuşaq olacaq deyə düşünürəm. Ümumiyyətlə, 2-ci qrup və 1-ci ixtisas qrupunun RI alt qrupuna çıxmaq şərti ilə yerdə qalan 1 RK üzrə, 3 demək olar ki, tamamilə və 4-cü ixtisas qruplarında vəziyyətin ötən ilki ilə müqayisədə yumuşaq olacağını, ən pis halda ötən ilki ilə eyni paralellik, yəni stabillik təşkil edəcəyini biz deyə bilərik. 4-cü ixtisas qrupuna gəldikdə isə bilir ki, ən stabil qrup bəlkə 4 olub. Ötən illəri 4-cü ixtisas qrupunda yüksək ballıların rəqabəti çox ciddi şəkildə olmuşdu. Məsələn, 600 baldan yuxarı nəticə göstərənlərin sayı daha çox idi 4-cü ixtisas qrupunda. Və bu, onlar əsasən tibb ixtisası uğrunda mübarizə aparırlar deyənə, başqa ixtisasları maraqlandırmır deyənə çox ciddi bir rəqabət mühiti yaranmışdı. Artıq 595 bal yığan abituriyent özünü kəsilmiş hesab edirdi. Təsəvvür edin, 1-ci qrupda, 2-ci qrupda 595 bal yığan abituriyent bir universitetin göz işığı olduğu halda bunlar artıq özünü kəsilmiş hesab edirdilər. Bu illəri bu istiqamətdə vəziyyətin nisbətən yumuşaq olacağını deyə bilərik. Ümumiyyətlə 4-cü ixtisas qrupu da 3-cü ixtisas qrupu kimi çox da narahat olmaya bilərlər. Yenə də mən həmən bir detala qayıdıram ki, 2-ci ixtisas qrupu və 1-ci ixtisas qrupunun RI qrupunu seçənlər, alt qrupunu seçənlər daha diqqətli olsunlar, ixtisas seçimlərində arxayınlığa yol verməsinlər. Xüsusən də kodlaşdırmada, ay 15 xanadır. Mən 10 dənə yazım, böyük ixtisasları, yaxşı ballı ixtisasları, onsa 5 yerim qalır. Elə deyil. İxtisas seçiminin elə ən böyük məntiqi xətası məhz ondadır. Bu qədər, bu sualla bağlı. Elmin bəy, bəs riskli bal aralığı hansılardır? Ki, bu bal aralığını toplayanlar demək olar ki, kəsiləcəklər belə. Onu konkret deyə bilərikmi? Bəli. Elə mən yenə də bu sualı qruplar üzrə deyim ki, sizə. 1-ci ixtisas qrupunda bilirik ki, RK alt qrupu üzrə 10 sayda 150 ballıq ixtisas var. Yəni burada məsələ necədir? Buraxılış imtahanında, blok imtahanında 100 ballıq həddi keçmirsənsə, amma nəticən 50 baldan yuxarıdırsa, sən yalnız 10 ixtisası seçə bilərsən. Bunlar aqrokimya, torpaqşünaslıq, ekologiya mühəndisliyi, meşəçilik, şərabçılıq, balıqçılıq, yer quruluşu və daşınmaz əmlakın kadastrı, bu kimi ixtisaslardır. 2-ci ixtisas qrupunda isə bu ixtisasların sayı cəmi 4-dür. Bunları az öncə saydım mən. Biznesin idarə edilməsi, turizm işinin təşkili, turizm bələdçiliyi və marketinq. Və sizə deyim ki, bu illəri risk qrupunda daha çox bu ixtisaslar ola bilərlər. 1-ci yox, 2-ci ixtisas qrupunu deyirəm. Və ötən illəri bu ixtisaslar üzrə mən sizə deyim, 180-200 bal aralığının nəticə göstərən şəxslər tələb ola bilərdilərsə, bu illər açığı mən onu gözləmirəm, tam səmimi deyirəm. Nadir hallarda ola bilər ki, 2-ci ixtisas qrupu üzrə 200 baldan biraz aşağı, deyək ki, 185, 195 ballıq nəticə göstərən abituriyent tələbatını qazana bilər. Bəli, şansı daha azdır, bəli. Ötən illər elə deyil. Ötən illəri mən sizə deyim ki, 170-200 bal aralığı nəticə göstərən 2-ci qrup abituriyenti artıq narahat deyildi. Gəncə Dövlət Universiteti, Bakıda ümumiyyətlə digər bölgə universitetləri olsun, Lənkəran Dövlət, sonra keçdik Bakıya, bir çox özəl ali təhsil müəssisələrində qəbul şansı olacağını düşünürdülər və elə də oldu, tam səmimi deyirəm. Amma bu illəri əminliklə demək istəyirəm ki, o artıq çox ciddi risk qrupudur.
Tam səmidim. Ona görə də hələ ki vaxtı var. Mütləq 5 iyul 2-ci cəhdə yaxşı hazırlaşsınlar. Keçirik 3-cü ixtisas qrupuna. 3-cü ixtisas qrupu keçən illər özünün ən çətin dövrlərindən birini yaşadı. Bəli, hətta sizə deyim ki, 350-dən aşağı nəticə göstərən abituriyentlərin bir çoxusu risk qrupuna aid idilər. Çünki o statistika Dövlət İmtahan Mərkəzinin ixtisas seçimindən qabaq buraxdığı qruplar üzrə statistik bülletenləri var idi. O bülletenlərə baxandan sonra necə deyim ki, çox məyus oldular. Xüsusən 3-cü qrup abituriyentləri. Aralıqlar var orada. Bu illər açığı mən 3-cü qrup abituriyentlərində 300-350 bal aralığındakı risk göstəricisinin ötən ilkindən daha az olacağını düşünürəm. Və bunun ən azı 90% proqnozunu verə bilərik. Söhbət 3-cü ixtisas qrupundan gedir. 2 il barəsində danışdıq. 1-ci ixtisas qrupu barəsində dediyim kimi erkanla bağlı bu illəri də düşünürəm ki 170-200 bal aralığı nəticə göstərən şəxslərin ən azı 150 ballıq ixtisaslar üzrə şansı qala bilir. Onlar özlərini saxlaya bilirlər. RI ixtisası üzrə isə 150 ballıq ixtisas olmadığına görə onların ümumiyyətlə şansının olmadığını düşünürəm. Bunu hamı bilir. Sən RI alt qrupunu seçmisənsə və blok balın 50-dən aşağıdırsa, sən artıq bu ilki imtahan prosesindən sağollaşa bilərsən. Bəli. Bəs 4-cü ixtisas qrupu üzrə risk qrupuna hansılar daxildir? Yenə 4-cü ixtisas qrupu üzrə. 4-cü ixtisas qrupu üzrə həmişə ümumiyyətlə çox belə qəribə qrupdur 4-cü ixtisas qrupu. Onun aşağı ballarında, orta ballarında rəqabət çox zəif olur. Bəli. Yuxarı ballarında isə çox hazırlığı tələbəli abituriyentlərdə hamı tibb üçün bəli, hamı tibb ixtisası, hətta eləsi var ki, stomatologiyanı belə bəyənmir. Bax, mən stomatologiyanın keçid balı 600-ü ötür. Artıq neçə ildir ki. Hazırlıq olduqlarına görə burada həmişə risk qrupu yuxarı ballarda olub. Tam səhv edirəm. Bayaq dediyim kimi 590 toplayan 4-cü qrup abituriyenti artıq özünü kəsilmiş hesab edir. Sırf tibb ixtisası üçün. Təbii ki, o 4-cü ixtisas qrupunda istədiyi bir çox ixtisaslara qəbul ola bilər. Biokimyası var, biologiyası var, kimyası var, pedaqoji ixtisasları var, kimya müəllimliyi var, ekologiya var, bitki mühafizəsi var, hamısını bir-bir saymayaq. Amma istəsə həmin insan bunları seçsə, Allah belə böyük bəhbəhlə birinci xanaya daxil ola bilər. Amma istəmir, hamı tibbi istəyir. Yenə deyirəm ki, 4-cü ixtisas qrupunun risk qrupu bu illəri 600-650 və yaxud 650-700 aralığında olacaq. Bu həmişə belə olacaq bu. Aşağı ballarda isə 4-cü ixtisas qrupu üzrə çox da böyük risklərin olduğunu mən nə yalan deyim düşünmürəm. Tam səmimi deyirəm. Aydındır. Bəs sizcə pedaqoji ixtisaslar üzrə vəziyyət bu il necə olacaq? Çox doğru bir məqama gəldiniz. Mən buna görə təşəkkür edirəm. Bəli, biz səhərdən bəhbəhlə 3-cü qrup belə rahat olacaq, elə olacaq, belə deyirik. Amma birinci heç nə 100% ola bilməz. Bu öz yerində. İkinci, axı 3-cü ixtisas qrupunun bağlı ümumi danışırıqsa, bunun bəzi detallarına xüsusi toxunmaq lazımdır. Bu pedaqoji ixtisaslardır. 3-cü ixtisas qrupunu da biz təsnifatlaşdırsaq, görərik ki, oradakı ixtisasların bir çoxusu pedaqoji ixtisaslar qrupuna aiddirlər. Pedaqoji ixtisaslar qrupuna aid olan ixtisasların da plan yerində ildən ilə biz geriləmənin, azalmanın olduğunu görürük. Bu da real göstəricidir. Bu belə də olmalıdır. Nəyə görə? Plan yerlərini əmək bazarının həmin ixtisası olan ehtiyacı müəyyənləşdirir. Hesablanır. Məsələn, bu ildə daxil olan tələbə neçə ildən sonranın kadrıdır? 4 ildən sonranın kadrıdır. Məsələn, siz deyək ki, bu illəri 2026-cı ildə tələbə olacaqsınız, artıq hesablanır. Bu 2030-cu ilin kadrıdır bu ixtisasa görə. Həmin ixtisasa görə bizim əmək bazarında nə qədər ehtiyac var? Bunlar hesablanır hamısı və sonunda jurnalda öz əksini tapır. İndi də pedaqoji profilli biz ixtisaslarımız o qədər məzun, necə deyim ki, qazandırıblar ki, cəmiyyətə. Artıq əmək bazarında müəyyən bir yerlər doludur. Dolu, bəli. Məsələn, MİQ müsabiqəsinin test imtahan mərhələsində hətta 90-dan artıq bal toplayan müəllim işə qəbul ola bilmir. Nəyə görə? Çünki cəmi 5-6 vakant yeri var. Məndə bir maraqlı fakt var idi. Bir regional təhsil idarəsinin bir statistikası idi. Acı bir statistika idi. Deməli, həmin regional təhsil idarəsinin tabeliyində 6 rayon var və təkcə bir rayon üzrə yox, ümumi 6 rayon üzrə, coğrafiya fənni üzrə cəmi 8 müəllim yeri, vakant yeri çıxarılmışdı. İndi bu 8 müəllim yeri üçün nə qədər adam mübarizə aparır və onlar hamısı nə qədər bal toplamalıdırlar ki, bu işlə təmin olunsunlar, bəli. Və buna görə də gəldik sualımızın tam mərkəzinə.
pedaqoji ixtisaslarda artıq mütəxəssislərin də bəziləri bunu qabardırlar. Plan yerləri azalmalıdır. Tam səmimi deyirəm ki, əmək bazarındakı bu xaos aradan qalxsın. Çünki nə qədər bizim müəllim namizədlərimiz, əli diplomlu, gələcəyin müəllimləri artıq işlə təmin oluna bilmirlər. Çünki bizdə özəl məktəblərin sayı çox azdır. Var olan özəl məktəblərin bir çoxu elə bir bölmədən ibarətdir, filialları yoxdur. Özəl məktəblərimizin bölgə filialları ümumiyyətlə yoxdur ki, bölgədə olan müəllim gedib orada işləsin. Hamısı qalır dövlət məktəblərinin ümidinə. Dövlət məktəblərindən bağlı elə bugünün statistikasını oxuduq ki, bəzilər kiçik məktəblər birləşir, inteqrasiya olunur. Bu da sayın azalmağı deməkdir. Məktəbin sayı azalırsa yenə müəllim sayı azalacaq. Bizdə müəllimlər beynəlxalq təcrübənin əksinə olaraq digər özəl layihələrə, özəl projelərə cəlb olunmurlar, sosial bir necə deyim ki, müstəvidə oradan əmək haqqı əldə etmirlər. Və belə və nəticədə iş bazarında, əmək bazarında xaos yaranır. Buna görə də pedaqoji ixtisaslarda bu illəri plan yerlərinin azalması gözlənilir və düşünürəm ki, bu gələn illər üçün də belə olacaq. Aydındır. Elə yeri gəlmişkən mən pedaqoji ixtisaslardan bəhs etdik. Keçdiyimiz günlərdə Elm və Təhsil naziri Emin Əmrullayev çıxışı zamanı qeyd edib ki, biz keyfiyyətli magistr təhsili almış müəllim digər müəllimlərə nisbətən daha arzu olunandır. Nazir qeyd edib ki, bizdə belə bir tələb yoxdur, ancaq mən olsam 6 illik təhsilli müəllimi seçərəm, nəinki sadəcə bakalavr təhsili olan müəllimdən. Və nazir yenidən qeyd edib ki, ancaq bizdə bu gün magistr təhsilinə önəm verilmir, müəllim üçün də əsas o götürülmür, ancaq miqdə yüksək bal toplayarsa həmin müəllimi seçirik biz. Bu zaman sual yaranır ki, gələcəkdə belə bir tələb qoyularsa, magistr təhsili məcbur olarsa müəllimlər üçün, bu pedaqoji ixtisaslarda plan yerlərinin azalmasına, bu sahəyə marağın azalmasına səbəb ola bilərmi? Düşünürəm ki, elə bu minvanla, elə bu gedişlə, elə vəziyyət buna doğru gedir. Tam səmimi deyirəm. Çünki pedaqoji ixtisaslara bizdə maraq hər zaman olub. Ən azından xanımların pedaqoji ixtisaslara yönləndirilməsi, ora meylləndirilməsi halları hər zaman olub. Amma bir məsələ də var. Axı məsələ təhsil tələb olmaq deyil, məsələ əmək bazarına görə hərəkət etməkdir. Bəli, Elm və Təhsil naziri Emin Əmrullayevin həmin çıxışına mən də qulaq asdım, dinlədim. Hər hansı subyektiv fikir var. Nazir özü də bildirir ki, bu mənim subyektiv yanaşmamdır. Yəni belə bir qayda yoxdur. Amma bir çox ölkələrdə, deyək ki, Skandinav ölkələrində, deyək ki, Finlandiyada belə bir qayda var. Orta məktəbə ibtidaisindən tutmuş digər istənilən fənni tədris edən bir müəllim mütləq master dərəcəyə də sahib olmalıdır. Yəni bu bizim paralelli aparsaq magistratura səviyyəsi üzrə diplom olması deməkdir. Bu ondan tələb olunur. Və ümumiyyətlə bir çox ölkələrdə müəllimin işlə təmin olunması çox şaxəli bir prosesdir. O bir neçə mərhələdən keçir və tələblər həddindən artıq çoxdur. Amma bir məsələ var da, orada məsələyə baxış fərqlidir. Məsələnin kökündən nə dayanır? Mənim övladıma, mənim cəmiyyətimin övladına yaxşıların içərisindən də ən yaxşısı, daha yaxşısı, ən yaxşısı dərs deməlidir. Buna görə magistr təhsili tələb olunur. Və hətta bu da bəs deyil. Magistr təhsildən sonra o başqa bir imtahan müsabiqədən keçməlidir. Müsahibə mərhələsində başqa bir necə deyim ki, öhdəliklərə də cavab verməlidir. Məhz ondan sonra işlə təmin oluna bilər. Amma bizdə məsələ biraz fərqlidir. Bizdə yalnız yaxşıların içərisində daha yaxşını seçilmə prinsipi ola bilər öz yerində. Bu artıq iş yerlərinin azlığı səbəbindən ola bilər. Nəyə görə? Çünki artıq bizə bir il ərzində deyək ki, bir fənə görə 50 müəllim lazım idisə məktəblərdə, artıq bu say 20-yə enəndə biz məcburuq ki, 20 ən yaxşısını seçək. Və buna görə də mən düşünürəm ki, və çox təəssüf edici bir məqamdır ki, müəllimlər bizlə razılaşmaya bilər. Təbii ki, bu subyektiv yanaşmamızdır. Bizim qanuni baxımından belə bir şey yoxdur. Amma vəziyyət buna doğru gedir. Tam səmimi deyirəm. Belə bir qərar çıxarıldı ki, bu məktəblərdə repetitoru əvəz edən modellər tam ştatlı müəllim modelində necə ki, MİQ müsabiqəsində ən yüksək ballar seçilmir. Tam səmimi deyirəm ki, artıq gələcəkdə ola bilsin ki, məcburiyyət səbəbindən sırf magistr təhsili də əlavə bir göstərici kimi tələb olunsa, hətta ola bilsin ki, bu da bəhs etməsin. Bu ilin təhsili, daha doğrusu dünya üzrə bugünün təhsili nəyin üzərində qurulur? Tədqiqat modelləri üzərində. Həmin müəllimin tədqiqat bacarığı da ayrıca yoxlanılsın. Və bu da ola bilər. Şəxsən mən bunu gözləyirəm. Aydındır, təşəkkür edirəm. Elmin bəy, keçdiyimiz günlərdə Dövlət İmtahan Mərkəzi Abituriyent 12 jurnalını nəşr edib.
Jurnalda ötən ilin bir çox maraqlı statistikalar var, ancaq əsas diqqət çəkən məqam ondan ibarətdir ki, ötən il 513 nəfər şagird, məktəbi əla qiymətlə bitirən şagird qəbul imtahanından 0-200 bal aralığında nəticə əldə edib və 32 nəfər əlaçı şagird isə 100 baldan aşağı nəticə əldə edib. Bu halda da sual yaranır ki, məktəblərimizdə qiymətləndirilmə sistemində hansı problemlər var? Bunun səbəbi nədir? Bəli, bir çox problemlər var. Çox yaxşı bir məqama toxunduq. Gəlin biz bunu biraz açıqlayaq. Bəli. Amma əvvəlcə mənim bir təşəkkür borcum var. Mən Abituriyent jurnalının 12-ci sayına görə, hər il çıxan bu elmi statistik təhlillərə görə Dövlət İmtahan Mərkəzinə xüsusi təşəkkür etmək istəyirəm. Çünki həqiqətən təhsilimizin bu gününü, onun hansı vəziyyətdə olmasını, mənfisini, daha çox elə mənfisini barometr şəklində göstərən, güclü şəklində göstərən, bir barometr rolunu oynayan bir mənbədir. Nə yaxşı ki, biz bu həmin mənbəylə tanış oluruq. Gələk sizin sualın canına. Bəli, statistika belədir. 513 abituriyent məktəbi əlaçı qiymətlərlə qurtarmasına baxmayaraq imtahanlarda 200-dən aşağı nəticə toplayır, göstərir. 30-cu isə ümumiyyətlə 100 baldan aşağı nəticə göstərir. Mən sizə əminliklə deyə bilərəm ki, bu fiaskodur. Bu çox bərbad göstəricidir. Məktəb adına bərbad göstəricidir və reallığı deyim, müəllim adına bərbad göstəricidir və bunun iki səbəbi var. Birinci səbəbi nədən ibarətdir? Deməli, burada qeyri-obyektiv qiymətləndirmə prinsipi olub. Necə ola bilir axı? Mənim bütün fənlər əlaçı nə deməkdir? Bütün fən blokundan fərqi yoxdur. Təbiət elmləri, dəqiq elmlər, humanitar elmlər, əla qiymət olan bir şəxs, əla özü də əla. Və adam gəlir, yalnız bir istiqamətdə olan sualların çox az qisminə cavab verə bilir. Bütün fənlərə görə yaxşı bal nəticə göstərən bir şəxs, 5 qiymətlər olan şəxs. Bəli, 5 qiymət olan bir şəxs burada cəmi bir neçə predmet üzrə ən zəif nəticəni göstərir. Bunu hara yazmaq olar? Bunun adı nədir? Bu nə, açıq belə deyək, bu nə biabırçılıqdır? Evet. Bəli, bu konkret biabırçılıqdır. Bu, məktəb adına biabırçılıqdır, bunu izah edəcəm və müəllim adına biabırçılıq. Müəllim adına biabırçılıq ona görə ki, yəqin burada və böyük ehtimalla qeyri-obyektiv qiymətləndirmə olub. Keçək məsələnin digər mənfi tərəfinə, nədir məsələ? Məsələ ondan ibarətdir ki, bu günlər məktəblər üçün vahid tədris proqramı təyin olunur. Bütün məktəblər A-dan Z-yə qədər, bölgə məktəbdən tutmuş, şəhərin ən belə nüfuzlu məktəbinə qədər həmin proqram əsasında tədrisi təşkil edir. Və həmin proqramda məzmun standartları, məzmun xəttləri var. O məzmun standartları, kurikulumun standartları var da, onlar olduğu kimi təqdim olunmalıdır və onlar ola bilmir. Dövlət İmtahan Mərkəzi isə haqlı şəkildə həmin rəsmi proqrama əsasən suallarını hazırlayır. Artıq o düşünmür və düşünməməlidir ki, sualları hazırladığım məzmun proqramı məktəbdə hansı səviyyədə keçirilir. Buna məktəb borcludur. Buna bizim bugünkü məktəbimiz borcludur. Necə olur axı? Biz hamı maşallah pedaqoqlardır, təhsili yaxşı bir insanlardır. Maşallah süni intellekt dövründə hamının xaricə onlayn çıxışı olan insanlardılar. Axı niyə biz düşünmürük ki, kurikulumun bəzi məzmun standartları, bəzi məzmun xəttləri, bəzi yaradıcı məntiqi modelləri artıq məktəbə ayaq açmalıdır. Məktəbə ayaq aça bilmir. Şagird burada hətta 5 alır, amma həmin detalların ayaq açdığı sualları görəndə çaşır. Deyir, bu suallar hara? Mən hara? Xeyr, bəli, xeyr əzizim. O suallar elə sənin proqramına görə hazırlanıb. Vallahi belədir, billahi belədir. Və inanın ki, məktəb həmin məzmun standartlarını olduğu kimi öz şagirdinə yerinə yeritsə, müəllim həmin standartlara uyğun dərs desə, yəni klassik klişe qaydalarla, əzbərlənmiş metodlarla yox, onunla dərs keçsə, tam səmimi deyirəm ki, bizim həm bu göstəricimiz olmazdı, həm də biz repetitorluq institutundan bu qədər asılı qalmazdıq. Həm də biz, necə deyim ki, sizə, sualları görəndə təmiz fərqli dünyada olduğumuzu başa düşməzdik. Deyirlər ki, Dövlət İmtahan Mərkəzi sualları qəliz edib. Ay qardaş, axı bu mümkün deyil. Testologiya öz prinsipi var. Testologiya bəlli proqram üzrə sənə 3 səviyyədə, asan, orta və çətin səviyyədə konkret bölgü olan sualları təqdim edir. Açıq danışaq. Evet. Sən sadəcə həmin sualların cavab verdiyi məzmundan o qədər xəbərsiz olmusan ki, onlar sənə tamam başqa dünyanın məhsulu kimi görünür və nəticə nə olur? Minlərlə şagirdimiz belə bərbad nəticə göstərir.
Belədir, təəssüf ki. Elmin bəy, mən verilişimizin əvvəlində də qeyd etdim ki, dünən 1-ci və 4-cü ixtisas qrupları üzrə qəbul nəticələri, 1-ci cəhd üzrə qəbul nəticələri elan edilib. İstərdim ki, həmin mənzərə ilə biraz tanış olaq. Deməli, dünən 1-ci ixtisas qrupu üzrə 5 nəfər 400 bal toplayıb. 4-cü ixtisas qrupu üzrə isə 2 nəfər 400 bal toplayıb. 1-ci ixtisas qrupundan bir xanım şagirdimiz Burla Xatun 700 bal nəticə əldə edib. Və ötən gün 2-ci və 3-cü ixtisas qruplarının nəticələri açıqlananda da 2-ci qrupdan maksimum bal toplayan şagird olmamışdı, 3-cü qrupdan isə 3 nəfər olmuşdu. Və cəmiyyətimizdə belə bir düşüncə var və qeyd etmək istəyirəm ki, ötən il 2 nəfər 4-cü ixtisas qrupu üzrə 700 bal toplamışdı. Və cəmiyyətimizdə bugün belə bir düşüncə var ki, 700 balların sayı nə qədər aşağı düşürsə, onlar fikirləşirlər ki, Dövlət İmtahan Mərkəzi deməli hər il imtahan suallarını çətinləşdirir, ona görə də nəticələr belə zəif olur. Maraqlıdır ki, siz bu yanaşmaya nə deyə bilərsiniz? Mən bu yanaşmayla heç razı deyiləm. Dəfələrlə bu yanaşmayla bağlı öz iradımı bildirmişəm. Elə mənə maraqlı nə gəlir? Elə bəzi təhsil ekspertləri də təhsil ümumi durumu kimi bunları önə çəkirlər. Başa düşürəm, bəzi təhsil ekspertlərimiz onsuz da ekspert deyirlər, açıq danışaq. Sadəcə adlarını ya kimsə onlara deyib, onlar inanıblar ki, elə belə doğrudan ekspertdirlər, yox. Qadir deyirlər ki, durum fərqlidir. Məsələn, 2-3 il bundan qabaq 53 şagird 400 balı toplamışdı, indi sayları azdır. Əl çəkimi yanaşmadan, vallahi billahi. Bəsdirin bizim şagirdləri belə ancaq statistikaya görə dəyərləndirdiniz. Mən verilişə hazırlaşan zaman müəllifimi unutmuşam, çox yaxşı bir frazla tanış oldum. Bizim təhsilimizin əsası çox təəssüf olsun ki, bu dəqiqə statistikalardan ibarətdir. Belə olmamalıdır. Biz təhsil bu günləri düşüncə, niyə sualının oynaqlığı üzərində qurulmalıdır. Sən bizim bir gənci, abituriyenti, o necə düşünür, təfəkkür qatları necədir, hansı analitik keyfiyyətlərə malikdir, situasiyaya görə necə davranır, ona görə müəyyənləşdir. Ay qiymət verən şəxs ona görə müəyyənləşdir. Ya ekspert, ya bir valideyn, onu cəmiyyələşdir. Bəli, mən 400 bal toplayan da, ümumidə 700 bal toplayan xanım başlı olmaqla 400 bal toplayanların hamısını alqışlayıram, valideynlərinə özlərinin təşəkkürünü bildirirəm. Amma açıq danışacağam, mənim üçün bu göstərici deyil və olmayacaq da. Ümumiyyətlə, 400 demirik, 330 ilə 400 bal yığan şagirdin intellekt arasında çox da böyük fərq yoxdur. Heç bəlkə ümumiyyətlə fərq yoxdur. İmtahan prosesidir. Bəzən müəyyən bir strategiya düzgün qurula bilir, həyəcan vaxtında idarə oluna bilir, hazırlıq səviyyəsi, psixoloji hazırlıq səviyyəsi daha yaxşı yerinə otura bilir və 330 bal yox, deyək ki, 390 bal yox, 400 bal yığır. Tamam, bir daha təbrik edirəm. Amma bu göstərici deyil axı. Vallahi bu göstərici, 700 balınız göstərici deyil. Buna tamam ola bilərsiniz. Yanaşmalar dəyişməlidir, baxışlar dəyişməlidir. Bu günlər ümumiyyətlə hansı yanaşma irəli sürülməlidir? Bu günləri rəqəmlər yox, xüsusi bacarıqlar, müəyyən bir fikir aydınlığı bizim şagirdlərin göstəricisi olmalıdır. Tam səmimi sizə deyirəm. Abituriyent tələbə olur, gedir universitetə və soruşurlar. Ay uşaqlar, kim neçə bal toplayıb? Artıq keçdi, bu adamlar qapıdan giriblərsə, bal artıq sıfırlanır. Bunları qoyduq kənara. Tamam, qiymətləndirmədir, bu bariyerdir, qoyduq kənara. Sən universitetdə kim neçə balla sualını soruşursansa, bu bizim gəncləri, bu bizim tələbələri artıq, necə deyim ki, ələ salmaq kimi bir şeydir. Mənim aləmimə baxanda. Niyə görə? Sən soruşmalısan ki, açıq deyim ki, kim necə düşünür? Bu prosesi kim necə düşünə bilər? Kim hansı fərqli yanaşmayla həll yolunu verə bilər? Adam həll yolunu versin. Axı, mənim nəyimə lazımdır? Məlitem 700 bal toplayıb, Elmin 350 bal toplayıb. Əgər bugün Elminin verdiyi həll yolu daha uyğundursa, biz həmin həll yoldan başlamalıyıq. Bu yanaşmalar bizim minlərlə yox, 10 minlərlə şagirdimizə çox böyük negativ göstəricilər verib. Psixoloji sarsıntılar yaşadıb. Bugün 400 bal yığan bir şəxs, bir gəncimiz, yenə alqışlayıram onu, etalon kimi qəbul olunur və o, az bal yığan şagirdin, hansı ki, qaşın düşünmə qabiliyyəti də var, onun başqa perspektivlərinin də qarşısını alır. Ona olan münasibəti deyirəm, onun bir günahı yoxdur. Adam əziyyət çəkib yığıb. Sadəcə ona olan cəmiyyətin baxışı digər abituriyentlərimizin üstündən böyük bir X işarəsi qoyub. Əmin ola bilərsiniz, bu görünmür, hər şey gözə görünə bilməz. Dəyərlər, psixoloji metodlar gözə görünə bilmir. Adamlar baxır, görür ki, insanlar, bəzi dostları qəhrəman qismində ona örnək kimi görsədilir.
Amma onun potensialı içində gizli qalır. Və o ölür, gedir, assimilyasiya olunur və bacarığı assimilyasiya olunan bir gənci biz itiririk və sabah biz ondan normal, uğurlu dərs tələb edirik. İş dünyasında ondan uğurlu insan tələb edirik. Qardaşım, sən onu artıq 17 yaşında öldürmüsən mənəvi olaraq. İnsanın hansı uğurlu insan tələb edə bilirsən? Və bu yanaşma dəyişməlidir. Bu isə dəyişmir. Aydındır. Təşəkkür edirəm maraqlı fikirlərinizə görə, təkliflərinizə görə. Meltem Anar və Elmin Nurinin təqdimatında AZEDU podkastını izlədiniz. Bu gün ümumi qruplar üzrə proqnozlardan bəhs etdik. Ümid edirik ki, valideynlər və abituriyentlər üçün yararlı olar. Sağ olun, görüşənədək.